İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluqda təqsirli bilinən 8 nəfər Rusiya vətəndaşının istintaq orqanının təqdimatı əsasında məhkəməsi keçirildi. Səbahi rayon məhkəməsində qapalı keçirilən prosesdə 8 nəfərin hər biri barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçildi. Hazırsınız. Cevap var hazır. Etir. Göz ol. Haber verdiğimiz gibi Səbahi rayon məhkəməsində İran məhkəməsi keçirildi. Məhkəmə prosesi 7 başlık qeyd edin ki, digər tutuklular Azər Tanrıyev hakimliyi ilə keçirildi. Saxlanılanlar Qabağa gel. İrandan